bizim dildə qulansar deyirlər. Xarici mətbəxlərdə asparagus deyirlər. Bunu adətən balıq yeməklərində də istifadə eləmək olur, ət yeməklərində də istifadə eləmək olur, toyuq yeməklərində də istifadə eləmək olur. Vitamin, bəli, qarnir kimi. Vitamin baxımından çox zəngindir. Yəni, xeyirli bir şeydir. Uşaqlara yedizdirmək məsləhət görülür. Yəni, vitaminə görə çox xeyirli bir şeydir. Sarımsağımızı əlavə edirik. Ən axırda qulansarı əlavə edəcəyik. Biraz bunlar qovrulur. Sarımsaqla soğan yumşalandan sonra kapersimizi əlavə edəcəyik. Kapers də tez pişir, çünki bu şey yumşaqdır. Marinovunlu deyə yumşaqdır. O biraz qızarandan sonra qulansarları əlavə edəcəyik. Qızardacaq, ardından istəsəz ağ şərabı da istifadə eləmək olur. İstəsəz toyuq bulyonu da istifadə edə bilərsiniz. Bir də limon suyu. Və yaxud yoxdursa toyuq bulyonu, yüngül su da əlavə edə bilərsiniz onun əvəzinə. Ağ şərabla. Ağ şərabla, bəli, bəli. Yəni, dadı standartı odur da, yəni deyək, belə deyək. Yəni, özü odur da. Bəli, bəli. O ki, kapers suyu çıxıb. Görürsünüz, qabaqcadan qoymuşduq, bir yarım saatdır qalıb. Suyu hamısı çıxıb. Bu ki, sulu atmırıq da içinə. Çünki dadını dəyişir. İndi biz burada bir porsiyatlıq eləmirik. İndi çoxuq deyə toyuğu da çox elədik, bunları da çox elədik. İndi porsiyaya gedən qədərini mən sizə deyəcəm. O ki, hamısı öz suyunu buraxdı, sulandı bu biraz. Gözləyirik, biraz suyu çəkilsin. Bir 3 dəqiqə zad belə qovururuq bu formada. Ara-ara qarışdırmaqla ki, yanmasın. Hər tərəfdə hər yanı qızarsın. Ondan sonra qulansarı əlavə edəcəyik. Duzunu, istiotunu əlavə edəcəyik ki, hazırdır. Və axırda bunlar hamısı vurulandan sonra bulyonumuzdur və yaxud ağ şərab istifadə etsə odur, limon suyudur, onu əlavə edirik. Bu, görürsünüz, eyni tavada pişiririk. Bunun öz qazmağı, ona xüsusi dad verir. O da keçir bunun özünə. O şey vaxtıdır. İndi qulansarı əlavə edirik. Bunlar hazırdır. Biri var çiğ vəziyyətdə, biri var, bunlar belə deyək də, qaynadılır. Ondan sonra dondurulub, saxlanılır da. Bu hazır qaynanmışdır.